şəkər əleyhinə kəşf olunan, arıqlama dərmanları kimi tanınan vasitələrin indi də bir çox asılılıqlardan qurtulmağı ilə bağlı tədqiqatlar aparılır. Bu və digər maraqlı xəbərləri izləmək üçün isə bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Şəkər xəstələri üçün kəşf olunan iynələrin arıqlatdığını biləndə dünyada çəkidən əziyyət çəkən bir çoxları başladılar bu iynələri çəki atmaq üçün istifadə etməyə. Amma nəticə etibarilə həkimlər bunun ziyanlı tərəflərini də açıqladı, alimlər tədqiqat da apardı. İndi də belə bir fərziyyə ortaya atılıb ki, həmin bu şəkər xəstələri üçün nəzərdə tutulan insan çəkisini azaldan iynələr həm də narkomaniyadan xilas edir. Çox maraqlı və iddialı fikirdir. Birlikdə baxaq. Arıqlama dərmanları narkotik asıllığına qarşı istifadə oluna bilər. Arıqlamaq üçün istifadə olunan bəzi məşhur dərmanların gələcəkdə narkotik asıllığının müalicəsində də rol oynaya biləcəyi ehtimal edilir. Son tədqiqatlar göstərir ki, GLP-1 qrupuna aid preparatlar yalnız çəki azaltmaqla kifayətlənmir, həm də beyin sisteminə təsir göstərərək müxtəlif asılılıqlara qarşı potensial fayda verir. Əslində bu dərmanlar diabet və piyələnmənin müalicəsi üçün hazırlanıb və iştahı azaldaraq həzm və insulin proseslərinə təsir göstərir. Alimlər hesab edir ki, eyni mexanizm insanlarda alkoqol və digər psixoaktiv maddələrə olan istəyi də azalda bilər. Amerika Birləşmiş Ştatları Veteranlar İdarəsinin məlumat bazası əsasında aparılan geniş araşdırmada ikinci tip diabeti olan 600 mindən çox insanın tibbi məlumatları təhlil edilib. Nəticələr göstərib ki, GLP-1 preparatlarını qəbul edənlərdə alkoqol, nikotin, opioid və digər maddələrə bağlı pozuntuların yaranma riski daha az olub. Hətta mövcud asılılığı olan şəxslərdə narkotiklə əlaqəli ölüm hallarında təxminən 50% azalma müşahidə edilib. Şəkərin əslində uşaqlar üçün ağrı kəsici tərəfi var imiş. Mənə də çox maraqlı gəldi, amma iddia olunur ki, körpə uşaqlar ağrıyırsa, onlara az miqdarda şərbət vermək, çaylarına, sularına qatmaq ağrılarını azaldırmış. İzləyək. Şəkər məhlulu körpələr üçün ağrı kəsici təsir göstərir. Yeni araşdırmaya görə şəkər məhlulunun bir neçə damcısı xəstəxanada tibbi prosedurlar zamanı körpələrin ağrısını azalda bilər. Eyni təhlillər göstərir ki, iynə və ya qan analizi kimi prosedurlardan əvvəl körpənin ağzına verilən şəkər məhlulu ağrını xeyli yüngülləşdirir. Araşdırmada dünyanın müxtəlif ölkələrindən 2764 körpənin iştirak etdiyi 29 tədqiqatın nəticələri təhlil olunub. Nəticələr göstərib ki, şəkər verilən yeni doğulmuşlarda prosedur zamanı və ondan dərhal sonra ağrı səviyyəsi digər körpələrlə müqayisədə daha aşağı olub. Hətta bəzi hallarda bu üsul əmzikdən istifadə ilə müqayisədə daha effektiv hesab edilib. Mütəxəssislər bildirib ki, yeni doğulmuş körpələrin ağrıya qarşı reaksiyası böyüklərdən fərqlidir və onlar tibbi müdaxilələri daha kəskin hiss edə bilir. Bundan əlavə onun uzun müddətli istifadəsinin mümkün təsirləri ilə bağlı əlavə tədqiqatların aparılmasına ehtiyac var. Cihazları düşüncə ilə idarə etmək. Bu fikir sizə necə gəlir? Təsəvvür eləyin ki, oturmusunuz, qarşınızdakı kompüterdən, televizordan sönməyini, yanmağını istəyirsiniz ya da kanal çevirməyini, hansısa bir sayta daxil olmağını və bunu əlinizi heç nəyə toxundurmadan sadəcə düşüncə gücünə edirsiniz. Biraz fantastik film kimi səslənir, amma bu artıq yeni dünyamızın gerçəyidir. Bəs bu cür idarə etmə beyinə hər hansı bir ziyan verəcəkmi? Sualların cavabını indi biləcəksiniz. Cihazlar düşüncə ilə idarə ediləcək. Çində beyin kompüter neyrointerfeyslərinin yaxın 3-5 il ərzində geniş istifadəyə verilə biləcəyi bildirilib. Beyin kompüter neyrointerfeysləri insan beyninin elektrik siqnallarını birbaşa kompüterə və ya elektron qurğulara ötürən texnologiyadır. Sadə dillə desək, beynin düşüncə siqnalları cihazlara çevrilir və həmin cihazlar düşüncə ilə idarə olunur. Çinin Sichuan Beyin Elmləri İnstitutunun direktoru Yao Dejunun sözlərinə görə,
texnologiya inkişaf etdikcə bu sistemlər tədricən əhalinin istifadəsinə veriləcək. Qeyd olunur ki, ölkənin yeni 5 illik iqtisadi inkişaf planında neyrointerfeyslər, kvant texnologiyaları, 6G rabitəsi və termonüvə sintezi ilə yanaşı gələcəyin əsas sahələrindən biri kimi göstərilib. Hazırda Çində invaziv neyrointerfeyslər üzrə ondan çox klinik sınaq aparılır və bu göstəriciyə görə ölkə Amerika Birləşmiş Ştatı ilə eyni səviyyəyə çatıb. AirPods-ların ziyanı haqqında danışmışdıq. İndi də daha bir maraqlı qulaqlıqlarla bağlı məqalə çıxıb qarşıma. Orada da deyirlər ki, xüsusi Bluetooth-la istifadə olunan, idarə olunan qulaqlıqların da qalxana bənzər vəziyyət ziyanı var imiş. Neyniyək, musiqi dinləməyək. Bluetooth qulaqlıqları vəz düyünləri riskini artırır. Çin alimlərinin yeni araşdırması göstərib ki, simsiz Bluetooth qulaqlıqlarının uzun müddət istifadəsi qalxana bənzər vəzinin sağlamlığı üçün müəyyən risk yarada bilər. Tədqiqat Scientific Reports jurnalında dərc edilib. Alimlər xüsusilə qulağın içinə yerləşdirilən və boyun nahiyəsinə yaxın olan qulaqlıqların qalxana bənzər vəzə təsirini araşdırıb. Tədqiqatın nəticələrinə görə Bluetooth qulaqlıqların qalxana bənzər vəzə fiziki yaxınlığı artdıqca bu vəzdə düyünlərin əmələ gəlməsi riskini də yüksəldir. Qalxana bənzər vəzi boynun ön hissəsində yerləşən və maddələr mübadiləsini tənzimləyən vacib orqandır. Bu vəzdə yaranan düyünlər çox vaxt xoşxəssəli olsa da onların vaxtında aşkarlanması və mütəmadi tibbi nəzarət sağlamlıq baxımından böyük əhəmiyyət daşıyır. Tədqiqatçılar hesab edir ki, Bluetooth qulaqlıqların yaydığı zəif elektromaqnit dalğaları uzun müddətli təsir nəticəsində vəz toxumalarına müəyyən təsir göstərə bilər. Bununla belə bu mexanizmi tam anlamaq üçün daha geniş elmi araşdırmalara ehtiyac olduğu vurğulanıb. Ekspertlər qulaqlıqlardan istifadə müddətini məhdudlaşdırmağı, mümkün olduqda naqilli qulaqlıqlara üstünlük verməyi və uzun telefon danışığı zamanı cihazı boyun nahiyəsindən uzaq tutmağı tövsiyə edib. Unitaz öz ayağınıza gələcək. Yeni bir kəşfdir və xüsusilə də o xəstələr ki var, yerlərindən, yataqlarından qalxa bilmirlər. Unitaz ayağa qalxıb, robot unitaz təbii ki, gələcək xəstənin yanına, daha sonra da öz yerinə qayıdacaq. Maraqlı xəbərdir. Ehtiyacınız olanda unitaz özü gələcək. Santexnika istehsalçılarından biri qeyri-adi yeniliyi hərəkət edə bilən robot unitazı təqdim edib. Tərtibatçıların sözlərinə görə bu cihaz istifadəçiyə lazım olan anda onun yanına özü gəlir və gigiyenik ehtiyacını istənilən məkanda həll etməyə kömək edir. Robot unitaz xüsusi sensorlar və hərəkət sistemi ilə təchiz olunub. O, istifadəçinin yerləşdiyi istiqaməti müəyyən edərək yaxınlaşa bilir və istifadə bitdikdən sonra yenidən öz yerinə qayıdır. Layihə müəllifləri bildirir ki, bu texnologiya xüsusilə hərəkət məhdudiyyəti olan insanlar, yaşlılar və ya tualetə tez çatmaqda çətinlik çəkənlər üçün faydalı ola bilər. Sosial şəbəkələrdə bu yenilik geniş müzakirələrə səbəb olub. Bəziləri bunu gündəlik həyatı asanlaşdıran ağıllı həll kimi qiymətləndirib, digərləri isə ideyanı həddindən artıq qəribə hesab edib. Buna baxmayaraq mütəxəssislər deyir ki, ağıllı ev texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə belə cihazların ortaya çıxması təəccüblü deyil. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.